Göyçayda bir neçə gün öncə rayonun Şəhadət Qarabağlar kəndi ərazisindən keçən hissəsində yerləşən Yuxarı Şirvan suvarma kanalının sızması nəticəsində sakinlərin su təminatında müvəqqəti çətinliklər yaranmışdı. Artıq sızma baş verən ərazidə təmir bərpa işləri tam olaraq yekunlaşıb. Bu barədə məlumatı Şirvan suvarma kanalının istismarı idarəsinin baş mühəndisi Rəsulov Şəhruz Mətbuat açıqlamasında bildirib. Xəbər verdiyimiz kimi bir neçə gün öncə Şirvan suvarma kanalının rayonun Şəhadət Qarabağlar kəndi ərazisindən keçən hissəsində sızma baş vermişdi. Verilən son məlumata görə artıq kanalda son tamamlanma işləri yekunlaşıb. Kanala suyun verilişi tam olaraq bərpa edilir. Şirvan Suvarma Kanalı İstismar İdarəsinin baş mühəndisi Rəsulov Şəhruz Malihoğlu. Bildiyimiz kimi Şirvan Suvarma Kanalı bir neçə gün əvvəl öncə Göyçay rayonu Şəhadət Qarabağlar kəndi ərazisindən keçən hissəsində sızma baş vermişdi. Lakin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Simulyasiya Xidməti əməkdaşları və idarə kollektivi içində olmaq şərti ilə bütün kollektiv işə cəlb olunub və işlər davam etdirilib. Bugünkü gündə işlər yekunlaşıb. Hal-hazırda suyun verilişi bərpa olunub. Sabah axşama qədər tam Ağsu rayonunda suyun verilişi bərpa olunacaq. Bəli, işlər hal-hazırda yekunlaşıb. Sahil təmir işləri 70 metr ərazidə betonlama iş aparılıb. Özünüz gördüyünüz kimi işlər də hal-hazırda yekunlaşıb.